Biz bu araşdırmanın nəticəsinə heç təəccüblənmirik. Müstəqil adlandırdıqları bu araşdırmanı bizim təhqiqatımızda adları hallanan adamlar aparıb. Bu araşdırmanın aparılması üçün komissiya üzvlərini AIBA prezidenti Chin Kuo-Wu təyin edib. Onun özü sərmayə razılaşmasını imzalayan adamdır. Başqa sözlə, onun təyin etdiyi adamlar onun özünü araşdırmalı idi. Belə bir araşdırma necə müstəqil və tərəfsiz ola bilər? Bu sual altındadır. Bizdə hələ də özəl sərmayəçi Həmid Həmidov haqqında məlumat yoxdur. Biz onlarla əlaqə saxladıq və dedik ki, bizə onun haqqında məlumat versinlər. Onlar onun özəl investor olmasından başqa bir söz demədilər. Niyə kimsə bu qədər pulu Azərbaycanlının iştirak etmədiyi Amerika turnirinə yatırmaq istəsin? Ona sərmayəsinin əvəzində mənfəət də vəd edilməyib. Bütün bunlar çoxlu suallar doğurur. Biz çəkdiyimiz videodakı bütün materialları olduğu kimi onlara verdik və əlbəttə ki, verilişin mətnini təqdim etdik. Bundan başqa, müsahibə apardığımız 2 adamla AIBA-ya danışmaq imkanı yaratdıq. Amma AIBA həmin adamlarla əlaqə saxlamadı. 2 nəfər anonim şəxsə gəlincə isə onların kontaktlarını AIBA-ya vermədik. O da yalnız ona görə ki, onlar AIBA ilə görüşərlərsə özləri üçün təhlükə ola biləcəyindən qorxdular. Beynəlxalq Olimpiya Komitəsinin istintaqı yeganə araşdırmadır ki, biz onun nəticələrini bilməkdə çox maraqlıyıq. Bu müstəqil təhqiqat olacaq. Biz onlarla bu həftə danışmışıq və onlar bizə deyiblər ki, hələ araşdırmaları davam edir və yeni ildə nəticələrlə bağlı bizimlə əlaqə saxlaya biləcəklərini ümid edirlər.